Deməli, bugündən funksiyalar və riyazi hesablamalara baxacağıq bu dərsdə. Burada nədir? Ümumiyyətlə, bütün riyazi hesablamalar bərabərlə başlayır. Bərabər qoydun 5 plus, məsəl üçün 6. Mənə cavabı verir 11. Yəni, bir növ Excel kalkulyatordur. Daha sonra, məsələn, yazıram ki, bərabər qoyuram 5, vurma işarəsi budur. Shift 8 ilə vura 4. Bərabərdir 20. Bu formada. Daha sonra çıxaq qoyaq. Məsələn, yazıram. Bərabərdir 20 çıxaq 3 yazdım. 17-yə bərabər olduğunu yazdı. Daha sonra bərabərdir 30 bölək 5. Bax, 6 cavabı mənə verdi. Yəni, bunları bildiniz riyazi hesablama. İstəyirsiniz vərəq ruçka götürün, yazın. Ya, videoda. İstəyirəm. Hə, deməli, belə bir şey var da. Məsəl üçün, bu xanaya yazdım 5, bu xanaya yazdım 6. Düzdürmü? Mən bunu belə də hesablaya bilərəm. Bərabəri bu xanadan qoya bilərəm. Bax, 5 plus 6'yı da buradan götürərəm. Ücə xanalara istinad elədim. Məsəl üçün, K5-dən K 4-cü xanada 5-dir, 5-in qiyməti. L 4-cü xanada 6-dır. 5-in 6, bəli, 11 verdi mənə. Yəni, bu formada da hesablama var. Məsəl üçün, mən bu qiymət cədvəlində mən qiyməti hesablamalıyam. Bu nədir? Paltaryon Nərimanovdadır, satılır, Aristonda Paltaryonda. 750 manatdır və sayı 14 dənədir. Normalda 750-ni vurmalıyam 14-ə, düzdürmü? Hə. Hə, onda bərabər qoyuram. Bax, bunu necə hesabladım? 5 üstünə 6. Elə də 11. Bunu vura da bilərəm. 5 vur 6, 30 eləyəcək. Elə burada vururam. 750 vura 14-ə. Sayı tapanda nə edirdik? Normal enteri vururam. Mənə çıxartdı 10.500. Bu qiyməti mənə çıxartdı. İndi mən istəyirəm ki, bu bütün rəqəmləri hesablasın. Exceldə belə bir rahatçılıq var. Məsələn, burada kənarında durub 2 dəfə bu qara plus yaranır. Bax, bu qara plus yarananda bunu 2 dəfə çıqqılladıram. Baxın, çıqqıllatdım sol düymə ilə. Bütün hamısını vurdu, hesabladı. Mənə cədvəl nə qədər hesablanacaq yer varsa hamısını mənə deyir. Məsələn, 60-da baxın, 60-ı vurub 2-yə eləyib 120. Fendi Zimmer firması gənclikdə satılır, harda satılır? Bax, bu formada. Yəni, hesablama bu formada. Məsəl üçün, bunun mən faizini də tapa bilərəm. Məsəl üçün, ƏDV verilir. Yazaq ƏDV. Bunun ədvisini tapmaq istəyirəm. Məsələn, 5% ilə verək də. Bərabər qoyuram. 750 vurulsun. Nəyə? 5%-ə. 5%-ə. Bu özü avtomatik 37 mənə çıxartdı. 750-nin 5%-i 37.5. Hə, bu formada. Hə, bildim. Belə çıqqıllatsam 2 dəfə də, məsəl üçün, bunu hesablayır, mənə verir. Axıra kimi. Yaxşı. Bəzən olur ki, indi düstur çıxartmalıyıq, bunu pozum. Bəzən olur ki, düstur çıxardır. Deyir ki, bu malın qiymətinin üzərinə gəl ədivinin 5%-in, onu da böl malın sayına. Elə bir, necə deyirlər, düsturlar verəcəklər, tutalım sizə. Bərabərdir. Deyir ki, 750-nin üzərinə gəl ədivinin 5%-i plus, üzərinə gəldim ədivinin 5%-i. Bunu mötərizədə yazıram ki, hesablama düzgün geçsin. Çünki birinci bunu toplamalıdır. Sonra bölməlidir sayına. Yox, sayına. Say hardadır? Say. Deyil, say burada. 14-də bölməlidir. Bəli. Sayına böl. Enter'ı vurdum. Bax, 56 tam 100'ə 25. Qiymətini çıxartdı mənə. Bax, sadəcə riyaziyyatı bilirsən və xanalarla işləyirsən, bunun da gəlib, bunu biraz 2 dəfə çıqqılladırıq baş hissəsindən. Bax, bu hissədə. Əslində, mən də genişlənmək istəyirdim. Hə.
Bax bunu 2 dəfə buradan aşağıdan plus işarəsini çıxılladanda bunu mənə hamısını hesablayıb verəcək. Baxın, görürsünüz, yenə hesabladı, verdi. Heç bir problemsiz. Yəni bu sadə əməllərdir. Bir ehtiyac yoxdur da hesablamağa. Bəli, bir hesablamaya ehtiyac yoxdur. Aha. Daha sonra belə bir şey var. İndi bunları silək. Hamısını. Delete vuraq. Sütun üzrə hamısı silinsin. Bu hissədə də sütun üzrə silək. Aha, indi keçək if şərtinə. Bax, belə bir şərtimiz var. If. If nədir? Şərt də əgər deməkdir. Əgər demək, məsələn, deyirəm ki, yazıram bura, bərabər qoyuram, if funksiyadır. Bərabərdən sonra, baxın, if yazım. If yazılmır. Bax, mən burada yanlışa yol verdim. İngilis dilində yazılır. If. Sonra deyər, siz yazarsınız, niyə çıxmır? Onda bilin ki, niyə görə çıxmadı. Birinci testimi verirəm. Sonra dəyərimi verəcəm. Deyirəm ki, əgərlərim təcrübə böyükdürsə, təcrübə böyük olsun. Təcrübə xanası seçilmə baxın. Təcrübə böyük olsun. 3-dən. Mötərizəyə bağlayıram. Yəni 3 ildən böyük təcrübə istəyirəm. Nöqtə vergül qoyuram. Nöqtə vergül. Məndə nöqtə vergüldür, sizdə vergül ola bilər. Onda yazsın ki, plus əks halda minus yazsın. Prosta bunları dırnaqda yazmalıyım. Mötərizəyə bağlayıram, enter'ı vururam. Deyir ki, bunun təcrübəsi bu insanın təcrübəsi 3 ildən çox deyil. Amma mən şərt nə vermişəm? D2 xanasında 3-dən böyük olsun ədəd. Düzdürmü? Hə. Amma 3-dən böyük deyil. Kiçikdir. Əgər 3-dən böyükdürsə plus yazsın, 3-dən kiçikdirsə minus yazsın. Minus yazsın. Bəli, o nə yazır? Minus. Yəni 3-dən kiçikdir. Burada da eyni şəkildir. Mən buradan 2 dəfə bunu çıxılladacağım. Bu formada. Çıxıllatdım. Baxın, aşağıya doğru çəkdim. Və hansı 3 ildən çıxdı, hansı azdı göstərirəm. bəli, baxın, bu 3 ili niyə götürmədi? Çünki mən 3 ili seçməmişəm. 3 ildən böyük seçmişəm. Ona görə 3 ili də götürmür. Gərək böyük bərabərdir 3 götürəydim. Onda seçərdi. Məsələn, 10 ili seçdi, 6 ili seçdi, 8 ili keçdi, 7 ili seçdi, amma 1 ili seçmədi. Yaxşı. Bildim. Aha. Daha sonra belə bir şey yazıram. Gəlin belə bir düstur yazaq. Məsələn, and funksiyasını da keçirəm, and da keçir. Bərabərdir, and. Bax, özü çıxır avtomatik. And-ı vurdu. Deyir ki, lokal testi vurun. Deyirəm ki, buradan ingilis dili, bu bərabər olsun ingilisə. And funksiyası elədir ki, bütün şərtlər doğru olmalıdır. Əgər onda bir dənə yanlış olsa, o onu səhv verəcək. Düz verməyəcək. Ənddə belədir. Hamısı düz olmalıdır. Mən deyirəm ki, bunun dili olsun ingilis. İngilis sözünü dırnaqda yazacağam.
Orada necədirsə elə yazmalıyam. Bunu Azərbaycan dilinə keçirdik. Yazıram İngilis. Və balaca ilə yazmalıyam. Aha, dırnağı bağlayıram. Belə. Dırnağı bağladım, 2 nöqtəmi qoydum. İki nöqtəmi qoydum. Sonra deyirəm ki, təhsili də bərabər olsun aliyə. Təhsil də bunu qoyuram ki, bərabər olsun ali. Dırnaqda yazacağım ali. Və yaxud da bunu seçək. Y2 xanası. Bərabər olsun ali. Aha. Dırnağı bağlayıram. Sonra yenə 2 nöqtə qoyub yenə şərt verə bilərəm. Təcrübəsi məsəl üçün bərabər olsun 3 ilə. Yenə onu yaza bilərəm. Amma yazmıram, saxlayıram ki, çox olmasın. Yəni, mənə nə lazımdır? İngilis dili bilən olsun. Təhsili ali olsun. Məsələn, işə adam götürürəm. Təcrübəsi 3 ildən çox olsun. Onu da yaza bilərəm. Yenə buradan 2 nöqtə qoyub, nöqtə vergi qoyub, yenə bax, buradan açıb yaza bilərəm. Buradan təcrübəni işarələyərəm. Yazaram ki, bərabərdir. Təhsil nə olsun? Yox, böyük olsun bu 3 ildən. Bu formadan bunu da yaza bilərəm. Sonra enter'ə vuranda deyir false. False yanlış deməkdir. Bunu burada Ctrl A, Ctrl X. Baxana da yazın. Ctrl V. Deyir ki, yanlışdır. Niyə? Çünki bunu bax, təhsili ortadır. Təcrübəsi 1 ildə. Yəni, bir dənə yanlış mənə deyir ki, bu yanlışdır. Məsələn, bunu aşağı çəkəndə hamısı false verdi. Gəl buradan bu İngilis dili hissəsini silək ki, bir dənə heç olmasa düz versin bizə. Aha. Hətta təhsilini orta yazmışsınız. Elə bu ki, İngilis dilini seçmişsiniz. O biraz uyğun gəlmədi bir-birinə. Ona görə səhv verdi o. Bəli. Çox o. Burada bir dənə xana artıq at. Deyir, nə inirsən, başa düşmürəm. Excel deyir. Kimsə qoşuldu. Rəvanə. Rəvanə gəldin. Təzə hesab açdım, tez açdım, bağışlayın. Eyb yoxdur, siz hardan qalmışsınızsa oradan davam edək. Onun qabaqki videonu mənə atarsınız. Atacam, çəkirəm. Videonu burada dayandırıram ki, çox oldu. Saxladım